Hörmətli müəllimlər, dəyərli valideynlər, əziz şagird yoldaşlarım. Bugün Gələcəyin İşığı FM radiosunun efirində bir mövzu ətrafında düşünəcəyik ki, o artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Söhbət sosial media şəbəkələri və məktəblərin bu platformalardan düzgün, məqsədyönlü və təhlükəsiz istifadə etməsindən gedir. Mən Lənkəran rayonu Yuxarı Nüvədi kənd tam orta ümumi təhsil məktəbinin 6B sinif şagirdi Xədicə Əzizli. Bugün sizinlə birlikdə rəqəmsal mühitdə davranış mədəniyyəti, informasiya təhlükəsizliyi, etik məsuliyyət və şəxsi inkişaf məsələlərini müzakirə edəcəyəm. Əziz dinləyicilər, 21-ci əsr informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə xarakterizə olunur. Rəqəmsal transformasiya yalnız iqtisadi və siyasi sahələrdə deyil, təhsil sistemində, sosial münasibətlərdə və gündəlik həyat tərzində fundamental dəyişikliklər yaratmışdır. Sosial şəbəkələr isə bu transformasiyanın ən geniş yayılan komponentlərindən biridir. Statistik məlumatlara əsasən dünyada milyardlarla insan gündəlik olaraq sosial media platformalarından istifadə edir. Yeniyetmələr və gənclər bu auditoriyanın mühüm hissəsini təşkil edir. Bu fakt bir daha göstərir ki, sosial şəbəkələr artıq sadəcə əyləncə vasitəsi deyil, informasiya mübadiləsinin, ictimai iştirakçılığın və fərdi ifadə imkanlarının mühüm platformasına çevrilmişdir. Lakin hər bir texnoloji yenilik kimi sosial şəbəkələrin də həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. İlk növbədə sosial şəbəkələrin müsbət tərəflərinə nəzər salaq. Bu platformalar vasitəsilə şagirdlər müxtəlif elmi resurslara çıxış əldə edir, beynəlxalq təcrübələrlə tanış olur, distant təlim proqramlarında iştirak edir, xarici dil bacarıqlarını inkişaf etdirir, yaradıcı layihələrini geniş auditoriyaya təqdim edə bilirlər. Onlayn kitabxanalar, tədris videoları, interaktiv platformalar və webinarlar biliklərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmışdır. Məsələn, müxtəlif təhsil yönümlü kanallar və səhifələr vasitəsilə riyaziyyat, fizika, biologiya, tarix və digər fənlər üzrə izahlı dərslər əldə etmək mümkündür. Bu tədris prosesini dəstəkləyən əlavə mexanizm rolunu oynayır. Eyni zamanda, şagirdlər sosial şəbəkələr vasitəsilə beynəlxalq olimpiadalar, müsabiqələr və layihələr haqqında məlumat əldə edərək öz potensiallarını daha geniş müstəvidə sınaya bilirlər. Lakin burada mühüm bir sual ortaya çıxır. Sosial şəbəkələrdən istifadə edərkən biz özümüzü nə vaxtımızı necə idarə edirik? Elmi tədqiqatlar göstərir ki, yeniyetmələrin gündəlik olaraq sosial mediada keçirdiyi vaxtın həddindən artıq artması diqqət dağınıqlığına, akademik göstəricilərin azalmasına və psixoloji gərginliyə səbəb ola bilər. Davamlı olaraq bildirişlərə reaksiya vermək, müqayisə psixologiyası və virtual təsdiq ehtiyacı insanın emosional sabitliyinə mənfi təsir göstərə bilər. Bu baxımdan rəqəmsal balans anlayışı xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal balans onlayn və offlayn fəaliyyətlər arasında sağlam nisbətin qorunması deməkdir. Şagird üçün prioritet istiqamət, təhsil, fiziki aktivlik, ailə ünsiyyəti və sosial bacarıqların inkişafı olmalıdır. Sosial şəbəkə isə bu fəaliyyətlərin əvəz etməməli, əksinə dəstəkləməlidir. Digər mühüm məsələ informasiya təhlükəsizliyidir. Sosial şəbəkələrdə şəxsi məlumatların paylaşılması xüsusi diqqət tələb edir. Ünvan, telefon nömrəsi, məktəb məlumatları və digər şəxsi detalların açıq şəkildə yayımlanması potensial risklər yarada bilər. Kiber təhlükəsizlik qaydalarına riayət etmək, güclü şifrə seçmək, 2 mərhələli autentikasiyadan istifadə etmək və naməlum mərklərə daxil olmamaq elementar, lakin həyati əhəmiyyət daşıyan prinsiplərdir. Bununla yanaşı, kibermobbinq problemi də müasir dövrün aktual məsələlərindəndir. Onlayn mühitdə təhqir, aşağılama və psixoloji təzyiq hallarına rast gəlinir. Belə situasiyalarda susmaq və ya cavab olaraq aqressiya göstərmək düzgün yanaşma deyil. Problemi valideynlərə, müəllimlərə və məktəb rəhbərliyinə bildirmək ən rasional yoldur. Çünki virtual mühitdə etik davranış real həyatda olduğu qədər vacibdir. Əziz şagird yoldaşlarım,
Sosial şəbəkələrdə paylaşdığımız hər bir fikir və şəkil bizim rəqəmsal izimizi formalaşdırır. Rəqəmsal iz internetdə qoyduğumuz məlumatların cəmidir və bu iz gələcəkdə ali təhsil müəssisələrinə qəbul zamanı, iş müraciətlərində və ictimai fəaliyyətləri qiymətləndirə bilər. Buna görə də hər paylaşım məsuliyyət tələb edir. Tənqidi düşünmə bacarığı da sosial mediada mühüm rol oynayır. İnternetdə yayılan hər informasiya doğru olmaya bilər. Dezinformasiya, saxta xəbərlər, manipulyativ məzmun cəmiyyətə ciddi zərər verir. Məktəbli olaraq hər birimiz məlumatın mənbəyini yoxlamağı, rəsmi və etibarlı resurslara istinad etməyi öyrənməliyik. Bu informasiya savadlılığın əsas elementidir. Sosial şəbəkələr həm də özünü ifadə və yaradıcılıq platformasıdır. Şeir yazan, musiqi ilə məşğul olan, proqramlaşdırma öyrənən və ya rəsm çəkən şagirdlər öz istedadlarını geniş auditoriyaya təqdim edə bilərlər. Lakin burada keyfiyyət və məzmun prioritet olmalıdır. Məqsəd diqqət toplamaq deyil, dəyər yaratmaq olmalıdır. Məktəb mühitində sosial şəbəkələrin düzgün istifadəsi xüsusi əhəmiyyət daşıyır. Dərs zamanı diqqətin telefona yönəlməsi tədris prosesinin effektliyini azaldır. Bu səbəbdən məktəb qaydalarına riayət etmək, texnoloji vasitələrdən yalnız tədris məqsədi ilə istifadə etmək intizamın vacib tərkib hissəsidir. Valideyn, məktəb, şagird əməkdaşlığı bu istiqamətdə mühüm rol oynayır. Ailə nəzarəti qadağan xarakterli deyil, istiqamətləndirici və maarifləndirici olmalıdır. Açıq dialoq mühiti formalaşdırdıqda yeniyetmələr qarşılaşdıqları problemləri gizlətmir, əksinə bölüşməyə meyilli olurlar. Rəqəmsal etikaya da toxunmaq zəruridir. Başqasının şəklini icazəsiz paylaşmaq, müəllif hüququnu pozmaq, müəllim və ya sinif yoldaşları haqqında hörmətsiz ifadələr işlətmək hüquqi və mənəvi məsuliyyət yaradır. Sosial şəbəkə anonimlik mühiti deyil. Hər bir istifadəçi qanun qarşısında cavabdehdir. Əziz dinləyicilər, gələcəyin peşələri əsasən rəqəmsal bacarıqlarla olacaq. Proqramlaşdırma, süni intellekt, kiber təhlükəsizlik, rəqəmsal marketinq və digər sahələr yeni imkanlar yaradır. Sosial şəbəkələr bu istiqamətdə ilkin addım ola bilər. Məsələn, onlayn kurslara qoşulmaq, elmi icmalara üzv olmaq və beynəlxalq forumlarda iştirak etmək şagirdin dünya görüşünü genişləndirir. Deməli, məsələ sosial şəbəkələrdən uzaqlaşmaq deyil, ondan şüurlu və məqsədyönlü istifadə etməkdədir. Vaxtın planlaşdırılması, prioritetlərin düzgün müəyyənləşdirilməsi və şəxsi inkişaf strategiyasını qurulması hər bir məktəbli üçün vacibdir. Əgər biz sosial şəbəkələri bilik, maarifləndirmə və yaradıcılıq platformasına çevirsək, bu həm fərdi, həm də ictimai səviyyədə müsbət nəticələr göstərəcək. Lakin əgər onu yalnız vaxt itkisi və mənasız müsahibələr üçün istifadə etsək, bu potensialımızın zəifləməsinə səbəb olacaq. Hörmətli dinləyicilər, sözümüzü yekunlaşdırarkən bir fikri vurğulamaq istəyirəm. Rəqəmsal dünya bizim gələcəyimizin ayrılmaz hissəsidir. Lakin bu dünyada istiqaməti müəyyən edən yenə də insanın özü, onun dəyərli və şüurlu seçimləridir. Mən, Əzizli Xədicə, Gələcəyin İşığı FM radiosunun bugünkü buraxılışında sizi sosial şəbəkələrdən daha məsuliyyətli, daha etik və daha məqsədyönlü istifadə etməyə dəvət etdim. Gəlin rəqəmsal mühiti, bilik məkanına, mübahisə meydanını, mədəni dialoq platformasına, boş vaxtı isə inkişaf fürsətinə çevirək. Diqqətinizə görə təşəkkür edirəm. Yeni mövzularda yenidən görüşmək ümidi ilə. Sağ olun.